Salam əziz şagirdlər, mən Sara müəllim. Bu gün sizlərlə DİM test toplusu 2025 birinci hissədən olan həqiqi ədədlər mövzusundan rasional ədədlər üzərində əməllər bölməsinin testlərinə baxacağıq. Şagirdlərin bu mövzuda ən çox çətinlik çəkdiyi yerlər ədəd oxundan bağlı suallardır. Addım məsələləri, vahid məsələləri, vahiddən böyük, kiçik məsafə. Mən bunu sizə qızıl qayda şəklində, sadəcə qayda olaraq izah edəcəm və o sizin heç vaxt yadınızdan çıxmayacaq. Testlərdə də bu şəkildə tətbiq etsəniz, nəticəniz yaxşı olacaq. İndi gəlin başlayaq birinci sualdan. Sual üzərində izah edim. Baxın uşaqlar, birinci sualda deyir, aşağıdakı ədədlərdən hansı ədəd oxunda 13 ədədindən 18 vahiddən kiçik məsafədə yerləşir? Biz burada əvvəlcə bir dəfə fərqini yazırıq, bir dəfə cəmini. Fərqini yazanda hansından hansını çıxmalıyıq? Təbii ki, burada yadınızda saxlayın. Fərqini deyəndə ədəddən vahidi çıxmaq lazımdır. Yəni, burada 13 ədəd olaraq göstərildiyinə görə bir dəfə 13-dən çıxıram 18, eləyir -5. Bir dəfə də 13-ün üstünə gəlirəm 18. Bu da eləyəcək 31. Aha, mən bunları tapdım. İndi nə edirəm? Əgər, baxın, qayda olaraq sizə qaydanı deyirəm. Əgər sizə vahiddən kiçik məsafə deyirsə, o zaman nə edirsiniz? Mənfi ədəddirsə, mənfi ədədin modulunu götürürsünüz. -5-in modulu neçədir? -5 təbii ki. Modulundan modulu kiçik olan bütün ədədləri yaza bilərsiniz. Məsələn, -5-dən, ümumiyyətlə 5-dən kiçik hansı ədəd var? Bax, kiçik ədədi götürürəm də. 5-dən kiçik 4 var. Bu da mənfi olduğuna görə mən qarşısına mənfi atıram bir dənə. Deməli, -4 aiddir. İndi bu o demək deyil ki, tək -4 olmalıdır. Variantda da elə düzgün cavabımız olacaq -4. Amma -3 də ola bilərdi, -2 də ola bilərdi, -1 də ola bilərdi. Yəni, yenə də bunların modulu 5-dən kiçikdir. İndi baxıram, baxın, məsələn, -6 da 5-dən kiçikdir. Amma -6-nın özü 6 özü. Mənfisi olmasa 5-dən böyükdür. Ona görə mən -6-nı götürmədim. Mən elə ədədləri götürürəm ki, bu aldığımız ədədin müsbəti, bu birsi ədədlərin müsbətindən, yəni böyük olsun. Bu ədədlərin müsbəti, baxın, bu -5-in müsbətindən, yəni -5-dən -3 kiçikdir. -2, -5-dən kiçikdir. Bu şəkildə yazırıq. Sonra müsbət ədədi götürəndə isə elə ədədin özündən kiçik olan bütün ədədlər 30, 29, 28. İndi sizə variantda -4, bir variantda -4, digər variantda 27 və yaxud da -2 verə bilməz. Yəni, bu ədədlərdən birini verə bilər. Yəni, bu aralıq nəzərdə tutulur. Vahiddən kiçik məsafə deyəndə də -5-dən 31-ə qədər olan ədədləri götürürsünüz. Bu da belə. İndi keçirəm uşaqlar ikinci suala. İkinci sualda vahiddən böyük məsafəni soruşur. Biz bayaq kiçiyi tapdıq. İndi deyir -18 ədədindən 10 vahid. Ədəddən bir dəfə çıxıram vahidi bərabərdir. Mənfidən hansısa bir ədədi çıxanda olacaq toplanır mənfi yazır. Bu olacaq -18, -8-in də üstünə 10 gələndə, mənfi ilə müsbəti toplayanda böyükdən kiçik çıxılıb, böyüyün işarəsi yazılır, olacaq 2. İndi mən bu ədədləri tapdım. İndi mənə vahiddən böyük məsafə deyir. Vahiddən böyük məsafə deyəndə nə edirəm? Yenə ədədin modulundan gedirəm. -18-in modulundan modulu böyük olanları götürürəm. Yəni, burada -19, -20, bu ədədlərin hamısını götürürəm. Mən də baxıram variantda -18-dən böyük olan modulu. Mənfi ədəd yoxdur. Ona görə deməli mən 2-yə baxıram. Baxıram 2-dən böyük ədədlər. 2-dən böyük ədədlər bütün ədədlər. Hər hansısa bir 15 ola bilər variantlarda, 3 ola bilər, 7 ola bilər. Biz indi variantda bizə 3 verdiyinə görə olacaq burada testimizin cavabı D variantı. İndi uşaqlar sizdən bunu aralıq olaraq da soruşa bilər. Aralıq olaraq soruşanda vahiddən böyük desə nə edirsiniz? Həmin o mənfi sonsuzluqdan yazırsınız. Mənfi sonsuzluqdan. Baxın, bunu diqqətlə qulaq asın. Mənfi sonsuzluqdan bizə verilən ədəd hər nədirsə,
mənfi A ola bilər, B ola bilər. Mən bura n yazıram. İndi burada bizim n'imiz mənfi 18-dir də. Biz bunu belə də yaza bilərdik. Mənfi sonsuzluqdan mənfi 18-ə birləşdiririk, birləşmə. Verilən müsbət ədəddən, yəni 2-dən gedir müsbət sonsuzluğa. Yəni 2 daxil deyil. Ona görə mən bu cür mötərizə yazdım. Burada həmişə sizi çaşdırmaq üçün bu şəkildə mötərizədə ola bilər. Bunun özü də burada diqqətli olmaq lazımdır. Burada 2 daxil deyil. Baxın, B variantında mənfi 18-in özü də var. Amma mən burada belə yazsaydım mənfi 18 daxil olmuş olardı. Amma mənfi 18-in özünü biz götürmürük. İndi baxıram 3-cü suala. Deyir ədəd oxunda n ədədindən 2 n vahiddən böyük məsafədə yerləşir. Yenə bax ədəddir. N-dən bir dəfə çıxıram 2n, olacaq mənfi n. Bir dəfə də n üstünə gəlirəm 2n. İndi bu uşaqlar vahiddən böyük məsafə. Böyük, baxın, burada necə yazdım? Burada da vahiddən böyük demişdim. Mənfi sonsuzluqdan mənə verilən ədədə qədər, mənfi n-ə qədər. Mənfilər içərisində. Olacaq mənfi sonsuzluqdan mənfi n-ə birləşmə. İndi bunları toplayanda nə olmuşdu? 3n. Birləşmə burada nə yazmışdım? Baxın, müsbət ədəddən müsbət sonsuzluğa yazmışdım. Bu da olacaq müsbət 3n-dən. Elə müsbət yazmağıma ehtiyac yoxdur. 3n-dən müsbət sonsuzluğa. Bu da olacaq A variantı. Yəni bu tip sualları sadəcə mən verdiyim qayda ilə geçsəniz, çətinlik çəkməyəcəksiniz. İndi gəlin bunu ədəd oxu üzərində də göstərim. Gəlin bunu ədədlə göstərim. N-lə bəlkə sizi çaşdıra bilər. Baxın, məsələn, mənfi 18-dir. Bax, bura 0-dır. 0, bax, mənfi 1, mənfi 2, mənfi 3. Burada da mənfi 18. Və yaxud da gedir yenə mənfi 19. Mənfi 20 bu tərəfdə. Bu tərəfdə də 2-dir. 2-dən böyük məsafə deyir də uşaqlar. Vahiddən böyük məsafə nədir? Burada yenə 2-dən görürsünüz müsbət sonsuzluğa qədər getdi. Bu tərəfdə mənfi sonsuzluqdan 18-ə qədər gedir. Bu hissəni də ədəd oxu üzərində göstərsək yenə həmin qaydada. Bura 0 olacaq. Bura mənfi n, mənfi 2n, mənfi 3n, mənfi 4n. Görürsünüz, n-dən mənfi sonsuzluğa qədər gedir. Biz bunu mənfi sonsuzluqdan n-ə qədər götürürük. Nəyə görə? Çünki mənfi ədədlər sonsuzluğa getdikcə kiçilir. Kiçikdən böyüyə yazırıq normalda. Burada da 3n-dir. 3n-dən sonranı götürürük. Çünki vahiddən böyük məsafə deyir. Bu da olacaq müsbət sonsuzluğa. İndi isə baxıram 4-cü suala. İndi məndən soruşur ki, 3A ədədindən 5A vahiddən kiçik məsafədə yerləşən ədədləri tapın. Deməli, 3A-dan bir dəfə çıxıram 5A-nı, olacaq mənfi 2A. Bir dəfə də 3A-nın üstünə gəlirəm 5A-nı. İndi uşaqlar, bu da olacaq 8A. İndi soruşur ki, kiçik məsafədə yerləşən. Kiçik məsafə yerləşən deyəndə nə edirdim? Burada mənfi, baxın, kiçik məsafə deyəndə biz mənfi ədəddən, mənfi 8A, 2A'dır burada, olacaq 8A'ya qədər. Yəni, vahiddən kiçik deyəndə həmişə mənfi ədəddən müsbət ədədə qədər aralığı götürəcəksiniz. Amma vahiddən böyük məsafə deyəndə mənfi sonsuzluqdan mənfi ədədə qədər, birləşmə müsbət ədəddən müsbət sonsuzluğa qədər. İndi baxırıq 5-ci suala. Uşaqlar, sizə yaxından göstərmək üçün bu şəkli yaxınlaşdırdım. Burada biz nəyi tapmalıyıq? Məndən soruşur ki, 13 hissə var, B çıxaq A-nı tapın. İndi baxın uşaqlar, mən hər bir hissənin arasındakı məsafəni tapmalıyam. İndi buraya diqqətlə baxın. Gəlin bu 0-dan 1-ə qədər baxaq. Bu 0-dan 1-ə qədər baxın 1, 2, 3, 4. 4 məsafə vardı, 4 addım var. İndi mən bunların hər birinin qiymətini tapmalıyam. Fərz eləyin ki, bu bir parçadır və burada 1 santimetrdir. Baxın, bu şəkildə yadınızda saxlamağınız üçün yazıram. Baxın, bura tutaq ki, o zaman nə olacaq? Biz hər bir, bunu da bölmüşük 4 hissəyə.
Nə etməliyəm onda? Mən bunun üçün 1-i 4-ə böləcəm. 1-i bölürəm 4-ə, eləcək 0,25. 0,25 bura, 0,25 bu tərəf, 0,25, 0,25 bu aralıq. Baxın, bu hissədə eyni şəkildə davam edəcək. Bu tərəfdə də 0,25, 0,25, 0,25. Burada mən nə edirəm? Bura onsuz da 1-dir. Bu 1 yadımda saxlayıram. Buradan sonra nə var? 0,25-i vururam 3-ə. Bu da olacaq 0,75. Bura B. İndi B-min qiyməti B oldu. 1 də baxın burada var idi. 1 burada var idi. Buradan bu tərəfə də nə oldu? Bir dəqiqə, gəlin, çox qarışıq yazdım. İndi deməli buradan bura qədər 1 idi. Buradan bu tərəfə oldu 0,75. İndi B-ni tapmaq üçün nə edirəm? 1-in üstünə gəlirəm 0,75. Bu da olacaq 1,75. B bərabərdir 1,75. İndi mən A-nı tapmalıyam. A nə idi? Yenə uşaqlar, mənfi 0,25-i vuracam. Burada mənfi birin özü var. Mənfi birin özü var. Burada da 0,25, 0,25. Elə bil arada 2 dənə məsafə olduğuna görə 0,25-i 2-yə vuracam. Bu da olacaq mənfi 1 də burada var idi. Mənfi 1 tam. Bunları da toplayanda olacaq 1,50. İndi məndən B çıxaq A-nı soruşur. B-dən A-nı çıxanda 1,75-dən çıxıram. Mənfi 1,50 bərabərdir. Baxın uşaqlar, yadınızda saxlayın. Bu mənfi ikisi də yan-yana gələndə bunlar toqqaşır. Bu şəkildə yadınızda saxlaya bilərsiniz. Olur toplama. 2 dənə mənfi. Bu da olacaq, toplayacağım. Olacaq 3,25. Özü də müsbət. Yəni C variantı. İndi baxın uşaqlar, digər suala. Digər sualda yenə mən bu aradakı məsafəni tapmalıyam. Ədəd oxunda gəlin bunu da şəkli köçürək. Aha, uşaqlar, bu sualda yenə mən baxıram, baxın bu parça var ya, görürsüz arada. Bunları sayıram. Baxın 1, 2, 3, 4, 5, 6, 7, 8, 2-yə qədər sıfırdan başlayaraq sıfırı saymıram. Birinci başladığım yeri saymıram. Qutardığım yeri sayıram. 2-yə qədər mən neçə dənə saydım? 1, 2, 3, 4, 5, 6, 7, 8. İndi mən burada nə edirəm? Əvvəlcə 2-ni bölürəm 8-ə. 2-ni 8-ə böləndə olacaq 0,25. Deməli, bunların hər birinin arası 0,25-dir. Hər biri. Bax, bu arada gördüyünüz hissələr 0,5, 0,5, %25 daha doğrusu. B-yə qədər neçə dənə, neçə vahid sayırıq? 7 elə. İndi mən B-ni tapmaq üçün 0,25-i vururam 7-yə. Olacaq 1,75. A-nı tapmaq üçün nə edirəm? Yenə A-da həmin qaydada. Bu hissə aralıqları həmişə 0,25 şəklində götürürəm. İndi mən baxıram bura. 0-dan başlayaraq A-ya qədər gedirəm. 0 daxil deyil. 1, 2, A-da daxildir 3. Deməli 3 dənə 3 vahid saydım. Ona görə A bərabərdir 3 0,25-i vuracam 3-ə. Bu da eləcək 0,75. İndi məndən soruşur 2B çıxaq 4A-nı tapın. Daha doğrusu bu olacaq mənfi. 2B-ni tapmaq üçün də B 1,75-dirsə 2B olacaq. 2 vuraq 1,75. Üstə gələk. Çıxaq mənfi 0,75. Daha doğrusu çıxaq 4A verdiyinə görə yazıram, çıxaq 4 vuraq mənfi 0,75. Bu da olacaq. Baxın 1,75-i vururam 2-yə. 0, 10 eləyir 0, 1 yadda, 7-dən 2, 14, 1 yadda 15, 5 yazıram 1 yadda. Baxın uşaqlar, vergülü vergülün altından yazdım. Bir dənə 2, 2, bir də yaddaydı 3. Olacaq 3,5. Baxın, arada həm burada çıxma var, həm də burada mənfiyə dəyəndə, daha doğrusu mənfi ilə mənfi ədədi
bir yerə gələndə, yəni çıxanda biz burada nə edirik? Toplayıb mənfi toplayırıq bunlar sadəcə. Bu da olacaq üstə gəl. 4-ü də vururam 0,75-ə. Olacaq 3. Bunları da toplayacağım. Olacaq 6,5. Bu da olur A variantı. 6A. Aha, indi baxıram 7-ci suala. Baxın uşaqlar, 7-ci sualda eyni həmin qaydadadır. Aha, burada C-nin B-yə nisbətini soruşur. İndi uşaqlar, burada nə edirik? Baxın, yenə burada sayıram. Sıfırdan başlayaraq, sıfırı amma saymıram. Sıfırdan sonraki ədədləri götürürəm. Yəni, sıfırdan sonraki məsafəni 1, 2, 3, 4, 5, 6. C-yə qədər 6 addımdır, 6 vahid. B-yə qədər isə 1, 2, 3. Olacaq B. Bir də sıfırdan solda yerləşdiyinə görə olacaq -3. C-nin B-yə nisbəti də bərabər olacaq. Bu tərəfdən yazaq. 6-nın -3-ə. Bu da olacaq -2. Yəni olur B variantı. Daha sonra keçirik 8-ci suala. Dəniz səviyyəsində, dağın ətəyində havanın temperaturu 6 dərəcə, ən yuxarı hissəsində -13 dərəcədir. Hər 300 metr yüksəkliyə qalxdıqda havanın temperaturunun 1 dərəcə aşağı düşdüyünü bilərək dağın hündürlüyünün neçə metr olduğunu tapın. Aha, uşaqlar, burada nə edirik? Bu tip suallarda nə edirəm? Dağın hündürlüyündəki temperaturdan -13-dən çıxıram dağın ətəyindəki temperaturu 6-nı. Bu nə olacaq? Burada toplanır, olacaq mənfi. Yəni biz sadəcə modulu nəzərə almalıyıq. Mənfiyə, müsbətə baxmamıza ehtiyac yoxdur. Və yaxud da modullarını toplaya bilərəm. 13-dən 6-nı toplaya da bilərdim. Bu olacaq 19. İndi mən burada nə edirəm? Hər 300 metr yüksəklikdə havanın temperaturu 1 dərəcə düşdüsə, deməli mən nə edəcəm? 19-u, yəni mənfi nəzərə almağıma ehtiyac yoxdur. Çünki məsafədə mənfi olmur. Dağın hündürlüyündən söhbət gedir. Burada da olacaq 57.000. Yəni bu şəkildə hesablayırıq. İndi baxıram digərinə. Yenə uşaqlar, dağın ətəyində deyir havanın temperaturu 8 dərəcə, yuxarıda -14 dərəcədir. İndi məndən məsafəni soruşur uşaqlar. Məsafəni soruşduğuna görə mən bunları toplayıram, modullarını. Yəni mənfi nəzərə almağıma ehtiyac yoxdur. 8-in üstünə gəlirəm 14. Bu da olacaq 22. Dağın hündürlüyünü soruşduğuna görə də 22-ni vururam, deməli 200-ə. Bu da olacaq deməli 4400. Bu da belə. Yəni uşaqlar, baxın, gəlin bunu dağdır. Tutaq ki, burada 8 dərəcədir və hər 200 metrdən bir, baxın, 200 metrdən bir olur 7. Sonra yenə 200 metrdən sonra olur 6, 5, 4. Bax bu şəkildə 200 metrlər davam edir və sonda olur temperatur -14 dərəcə. Mən indi burada nə qədər 200 metr var onu tapmaq üçün bu yuxarıdan, bu aşağını çıxıram və yaxud da modullarını toplayıram. Burada söhbət məsafədən gedir. Məsafə olanda uşaqlar sadəcə modullarını toplamalısınız. Bu da olacaq belə. Bugünlük bu qədər. Deməli, uşaqlar, əgər onlayn dərslərimizə qoşulmaq istəyirsinizsə, 051 312 27 18 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Sağ olun.